Uşaq tərbiyəsində daha çox kişi evdən çöldəki işləri öz üzərinə götürür. Ailə daxili məsələlər qalır xanımın üzərində və uşaq tərbiyəsi ilə daha çox xanım məşğul olur. Psixoloji yanaşmada uşaq tərbiyəsində hər iki tərəfində mühüm rolu var. Psixoloji bir tabloda övlad hər ikisini görmək istəyir. Əgər ata uşağın tərbiyəsində iştirak eləmirsə, bu psixoloji sağlam övlad böyüməyəcək. Mütləq olaraq atanın da övlad tərbiyəsində rolu olmalıdır. Və yaxud da əksinə atanın rolu güclüdür, ananın rolu zəifdir. Bunun da öz mənfi tərəfi olacaq. Ailə elə adından bilindiyi kimi hər şey burada müştərəkdir. Bütün məsləhətlər müştərəkdir, qərarlar müştərəkdir. Yaxşı, ikinci məsələ xanımın yeri hardadır? Xanım karyera arxasınca getsin, yoxsa xanım evdə olmalıdır? Tam evə qadını həbs eləyəsən və deyəsən ki, qadının təbiətdən vəzifəsi bundan ibarətdir ki, uşaq tərbiyə eləsin, ailəni qorusun, kişi də getsin, pul qazansın, evi saxlasın. Bu yanlış bir yanaşmadır. Ona görə ki, cəmiyyətin elə sahələri var ki, orada qadın nəfəsinə ehtiyac var. Cəmiyyət həm kişinin üzərində durur, həm qadının üzərində durur. Bir çox peşələr var ki, qadın o peşələrdə daha uğurludur. Müxtəlif ictimai sahələrdə rolu kişi ilə bərabər olmalı və çiyin-çiyinə cəmiyyətin bu sahələrində mübarizə aparmalıdırlar. Yaxşı, qadının onda yeri karyeradır, qadın ancaq özünü, vaxtını həsr eləsin iş həyatına. Bu da yanlış bir yanaşmadır. Ona görə ki, övlad tərbiyəsində qadının da bir rolu var və ailədən hamı qidalanmalıdır. Müasir yanaşma bu cürdür. Qadını daha çox cəmiyyətdə görmək istəyirlər. Qadını karyera arxasınca gedən bir fərd kimi görmək istəyirlər və müasir cəmiyyətində nəticədə itirdikləri bir çox mənəvi mövzular var və ciddi cəmiyyətdə də bir boşluq yaranır. Hətta atanı belə görmək düzgün deyil. Yəni ata bütün vaxtını ancaq həsr eləsin karyeraya, iş arxasınca və ailəsinə vaxt ayırmasın. Bu hər iki tərəfli bir məsələdir. Ailə bağları elə bir bağdır ki, sən onu daim iki tərəfli formada sulamalısan. Əgər iki tərəfli qayğı göstərməsən, o bir dibçəkdəki gül kimi solacaq. Karyera və ailə balanslı şəkildə olmalıdır. Həm kişinin həyatında, həm qadının həyatında.